Başlayayım. Hazır olanda diyersiniz. Başlayayım. Rekord edirsiniz. Ediyorum. Rekord basılı. Peki. Başlayabilirsiniz. İndi isə mən Azərbaycan ədəbiyyatında və filmlərində razılaşdırılmış evliliklərin necə təqdim olunduğu barəsində baxdırdım. Bu filmlər sevgi ilə qurulan ailələrin sorğundan fərqli olaraq daha çox gənclərin seçimlərinin necə məhdudlaşdırıldığını göstərir. Toy səhnələri nə qədər də zahirən xoş görünsə də, ondan haqqındakı psixologiyası var, anlamlı hiss olunur. Birinci nümunə olaraq olmasın, olsun ki, mən səhnəni birinci izləyim. Burada Gülbətinlə Məşədi qadın edildiyi sevgi üzərində yox, daha çox bir uyğunluq və məcburiyyət üzərində qurulur. Toy səhnəsində də görüldüyü kimi, hər nə qədər də toy şən keçsə də, Gülbətinin narahatsızlığı və narazısılığı üzündən oxunur. Burada filmi izləyərkən gördük ki, Məşədi qadın davranışları ailə qurmaqdan daha çox sanki bir anlaşma, sosial bir anlaşmanın razılaşması kimidir, belə bir təsir bağışlayır. İkinci nümunəm isə Kitab-ı Dədə Qorqud dastanından olacaq və eyni adlı filmdən olacaq. Oradan da bir süjet neyse, səsi azdır. Aslında orada filmdə görünür ki, səsi az yerine orada Banüsə ilə Deylənin evlənməsi, hər nə qədər də bir-birini sonradan sevsələr belə, ilk öncə onların ataları tərəfindən, onlar da olandan sonra qərar olunur. Yəni, burada hər nə qədər də bir-birini sevsələr belə, əslində onların tarihi, onların ailələri və tayfaların baxışları tərəfindən qərar verilir. Zaten dastanda da bu kimi tayfalarda belə qərarlar çox olur. Üçüncü nümunə olaraq əslində slayda var verəməmişəm, amma Arşın Mağlan filmini yenə mən istisna vermək istəyirəm. Orada hər nə qədər Aslan bəy Gülçöhrə bir-birini sevsələr belə, filmin əvvəlinə Aslan bəy özünü Arşın Mağlısı kimi tanıyır və orada filmin sonuna qədər Gülçöhrə bunu demir. Atası onu Aslan bəyə vermək istəyərkən Gülçöhrənin toy hazırlıqlarında necə narahat olduğu və bu evliliyə razı olmadığı görünür. Amma lakin zaten toy səhnəsində də görür ki, əslində Arşın Mağlısı da və Aslan bəyə olmuş Aslan bəyə. Nöbətinin bir də ad soyadınızı mən xatırladım. Züleyxa. Hüseynova. Başlayabiliriz. Biz ise Ayıver'den Salih Gölgədə çəkilən Azərbaycan filmləri və orada təqdim olunan ailə nümunələri və müasir toylar arasındakı fərqlərdən danışmaq istəyirik. Birinci gəlin videoya baxaq. Ben ne kadar koca olsam da gelenem bir cavana, çöreği yemeden
Candan ederim ben canana, ağzımı bulmuş canımı ben. Gel. Olmasın bu olsun filmindən biz görürük ki, oyun məqsədi və məna yükü əsasən cəmiyyətin gözləntilərinə uyğunlaşır və ailələr əslində ənənələrin davamı kimi toyları təşkil edirlər. Burada şəxsi seçimə o qədər də önəm verilmir. Çünki ailələr çoxu cəmiyyətin gözləntilərinə uyğunlaşmağa çalışırlar. Lakin müasir toylarda videoya baxın. Maşallah maşallah. Müasir toylarda isə vəziyyət başqa cür idi. Müasir toylar əslində daha çox şəxsi seçimə önəm verirlər və ailələr daha çox xoşbəxtlikləri üçün bu məclisi təşkil edirlər. Toy ailələrin birliyi və cütlüklərin sevgisi üzərində qurulur və buna görə də müasir toylarda şəxsi seçim daha üstün göstərilir. İndi isə elçilik və tanışlıq prosesindən danışmaq istəyərdim. Olmasın bu olsun filmindən və digər Sovet dövründə çəkilən Azərbaycan filmlərindən biz görürük ki, cütlüklər bir-birini toydan əvvəl tanımaya da bilərlər və buna görə də onlar o qədər də yaxşı fikir mübadiləsi apara bilmirdilər və buna görə də xoşbəxtlikləri sual altında qalırdı. Olmasın bu olsun filmində isə Gülzarla Məşribat toydan əvvəl bir-birini görsələr də o qədər də güclü fikir mübadiləsi aparmadıqlarına görə və dünya görüşləri və yaş fərqi çox olduğuna görə onlar bir-biri ilə o qədər də anlaşa bilmirdilər. Müasir toylarda isə vəziyyət başqa cür olurdu. Cütlüklər özləri tanış olurlar. Bu daha çox sosial media vasitəsilə baş verir. Instagram, Facebook, WhatsApp və s. Bundan sonra isə ailələr bir-birini tanıyandan sonra elçilik prosesi baş verir. Toy musiqisi və əyləncə olmasın bu olsunda daha çox xalq musiqisinə, muğam, zurna, balaban və s. milli musiqi alətlərinə üstünlük verilirdi. Müasir toylarda isə daha çox şəxsi seçimə görə DJ, pop musiqisi və digər mahnılara üstünlük verilir. İndi isə Aida davam edirdim. Herkese salam. Aida. Aida Bağızan. Başlayabilir. Herkese salam. Ben bugün Züleyxa'yla birlikte hazırladığım sualı video məqaləsi təqdim edəcəm. Öncelikle bəyin olunması filmindən bir səhnəyə baxaq ki, bu fərqləri daha yaxşı anlayaq. İsmetilmiş yüzünü gülün kutlasın. Sen olursan dokuzun bunu anlar. Sevgili boyunu küçüğü görenler. İçmesin bey evini kutlasın. Günlerin yoktu sayı bu yerine. Yəqin ki, axırı kimi qulasını istəyərdik, amma vaxtımız limitli olduğuna görə davam etməliyəm. Respectdən danışın. Filmin bu səhnəsində biz görürük ki, Sovet dövründə toylar açıq həyətlərdə, geniş açıq məkanlarda həyata keçirilir. Bu da həm sosial, həm də kollektiv, həm sadə, həm də kollektiv birlik yaradır. Həmçinin insanlar bir-birini yaxşı tanıyır və bütün qohum qonşu el-oba toya dəvət olunur. Bu da insanların toyu həm sosiallaşma mərasimi, həm də birlik kimi görməsini gətirib çıxardır. Müasir toylarda isə vəziyyət biraz dəyişir. Bunu müasir toylardan bir nümunəyə baxaraq
Bu videoda ise biz gördük ki müasir toylarda, müasir toylar daha çok xüsusi olaraq inşa edilmiş məkanlarda, yəni şadlıq salonlarında keçirilir. Həmçinin məşhur müğənnilər və aparıcılar da dəvət olunur. Bunun əsas məqsədlərinin biri şou xarakterli olması. Təəssüf ki, biz bu fikri aşa bilmirik ki, başqalarından geri qalmayaq. Başqa bir fərq isə geyim haqqındadır. Olmasın, bu olsun filmində biz deyirik ki, bəylə gəlin eləməşi, dəvət edilən qonaqlarda milli geyinlər geyinir. Həmçinin qadınların saçlarının bir hissəsi yaylıqla örtülü olur. Bunun da səbəbi qadınların daha səliqəli və tərbiyəli görünməsi idi. Müasir toylarda isə modern üslubda və dəbdəbəli geyimlərə üstünlük verilir və qadınların saçları açıq olur. Başqa bir fərq isə dini adətlər baxımındandır. Olmasın, bu olsun filmindən hamımız baxmışıq yəqin ki, və biz burada görürük ki, molla kəbin kəsmə mərasimi yoxdur və dini musiqiyə yer verilmirdi. Çünki bu film Sovet dövründə çəkilir və o dövrdə də dinin təbliğatına icazə yox idi. Müasir toylarda isə rəsmi nikahla yanaşı kəbin kəsdirilir, bəyliklərinə dualar okunur. Həmçinin qonaqlar, dəvət-mehmanlar bəyliklərinə öz xeyir dualarını verirlər. Ümumi olaraq biz Sovet dövründə çəkilmiş filmlərlə müasir toylar arasındakı fərqləri görsək də, toyların daşıdığı məna və əsas məqsədi eyni qalır. İki insanın xoşbəxtliyini bir yerdə görür. Məhəmməd. Hazırsınız? Bir də uşaqlar danışanda ekranın qabağında kəsməyin. Mətnlər, şəkillər, hər nə varsa ayrı görsəniz. Və laptopdan çox oxuyun. Başqa bilərsiniz. Mənim sualım toy mərasimlərində ifa olunan mahnılar və musiqi alətləri cəmiyyətin sosial mədəni dəyərlərini necə üstünlüyür? Ümumi olaraq musiqi alətləri haqqında danışacağım toylarda olur. Biraz bərkdən danışın, səsiniz aydın eşidilir. Tam anlamıram nə deyirsiniz. İlk olaraq dediyim üçün Danışın, bərkdən danışın. İlk olaraq Azərbaycan toy mərasimləri sadəcə iki insanın ailə qurması deyil, həm də illər boyu formalaşmış ənənələri və düşüncə tərzinin mədəni kimlikdə yaşanan bir hadisə. Toylarda hər bir melodiyaya hüzurun əsasına ayrılır, sosial mədəni dəyərlər dilə gətirir və Azərbaycan xalqının kimliyini bir daha nümayiş edir. O Özbək toyudur. Özbəklər mi? İkinci olaraq musiqi ənənələri haqqında danışacağım. Hamımızı bildik Qarabağ şəhəri. Mən özüm Qarabağlıyam. Bizdə Qarabağ toylarında çox var. Bütün toylarda var bu mahnı. Bütün Qarabağ toylarında olur. Bundan əlavə Şuşa toylarında cəngi musiqisi var. Dərsdə də biz qoymuşuz, Zərazqöyün musiqisidir. Mesela o musiqi oxunur. Çox vaxt Qarabağlar Qarabağ şəhəri musiqisi oxunur. Bundan əlavə olaraq Talış toylarında son zamanlar Talış balasını hatırlayır. Olmaqdan əlavədə onlarda mən analiz elədim Talış mahnılarını, toylarda oxunan mahnılarını analiz elədim. Demək olar ki, ritim hamısında eyni gedir, sadəcə sözlər dəyişir. Analiz baxmışım, 3-4 mahnı analiz elədim, elə oldu. Bundan əlavə olaraq başqa məsələn, Bakı toyları haqqında danışacağım. Bakı toylarında həm birində mən özüm olmuşam, həm də özüm yükləmədim. YouTube'da da var həmin Bakı toyları, yalan etsin. Biraz o toyda 7-8 saatdır deyə, toylar. O toylarda demək necə başlayır, necə davam edir. Toylar əsasən Bakı toylarında kişilər olur, qadınlar çox olur. Ənənəli Bakı toylarında olur. Palatlarda olur, kəndlərdə olur. Toy deməli başlayır musiqilərlə, bizim hamının bildiyi bir rəqslər var, köstəbək rəqsi var, məsələn, fərli duman döndərməsi var, uzunlərə var, yağlı var, belə fərli rəqslər var, bunlarla başlayır, toy belə davam edir. Ən çox oynamaq falan belə gedir. Bundan sonra saat 6-da, 7-də, amma bunu kəndlərdə yaşayan insanlarımız görmüşəm.
əsasən Maştələ kəndi yaşayışında olmuşdur ki, saat 6-dan sonra toyda yəni, mamlıq olan hamısı onların adı tənəsi də budur ki, toylara saat 6-da 7-də indi başlamış. Əsər meyxanalar olur, həm də okullar olur. Başqa da son olaraq da mən ansambl haqqında danışacaqdım. Toylarda musiqi alətləri əsasən ansambl olur, manus olur. Qarmon, zurna, şamanca tarı beləliklə ifa edirlər, sintizatlı olur. Vaxt bitib, 3:38-dir. Çox danışacaqdım. Çox danışmaq, 3 dəqiqəyə sıxışdırmaq lazımdır və mənbələrə, faktlara əsaslanmaq lazımdır. Biraz daha formal danışmaq lazımdır. Uşaqla qeyri-formal danışmaq olmaz. Çox sağ olun. Görürsünüz qəhrəmanlar nələr edirdilər.